250 il yaşamaq sizi qorxurtmuşsa, xəbərlərimizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Digər xəbərlərin də anonslarını izləyək. İlk oğul ananı, qız isə atanı qorumaq üçün doğulur, psixoloqlar təqsib edir. Komadan ayılan gənc qız, 3 uşağım var idi, oyandım, yoxdular. Maraqlı tibbi fakt. Artıq tualetdə də film izləyəcəklər. Kinoteatrlardan qeyri-adi yenilik. İnsanlar 250 il yaşaya bilər. Uzun ömürlülük sərhədləri müzakirə edilir. Uzun ömürlülük haqqında gah Rusiyadan, gah Çindən, Yaponiyadan və Amerikadan yeni xəbərlər alırıq. Kimi deyir, hüceyrəni cavanlaşdırdıq, kimi deyir, hüceyrənin yaşlanmasının qarşısını aldıq. Hətta bəzi alimlər də deyir ki, cavanlaşdırmağı öyrəndik hüceyrələri 10-15 il daha cavan eləməyi öyrənmişik. Və məsələ burasındadır ki, bütün bu gələn yeniliklər, yeni texnologiyalar, yeni kəşflər və süni intellektin tədqiqindən sonra alimlər belə bir nəticəyə gəlib ki, 2030-cu ildən sonra, təxminən 2050-ci illərdə insanlar 250 il yaşayacaq. Bu qədər yaşamaq istəyirsiniz? Səmimi cavab yazın. Sosial şəbəkələrdə bizi izləyirsinizsə, mütləq bu sualımı cavablandırın. Şəxsən mənə çox maraqlıdır. Baxaq. İnsanlar 250 il yaşaya bilər. Bəzi futuristlər və uzun ömürlülük sahəsində çalışan tədqiqatçılar yaxın 10 illiklər insan ömrünün kəskin uzana biləcəyini iddia edirlər. Hətta bəzi proqnozlarda orta yaşam müddətinin 2040-cı ilə qədər 250 ilə çata biləcəyi qeyd olunur. Lakin alimlər bunun hələ elmi konsensus olmadığını və daha çox nəzəri fərziyyə sayıldığını vurğulayırlar. Harvard Universitetinin genetika professoru David Sinclair yaşlanmanın əsas səbəblərindən birinin hüceyrələrin epigenetik məlumat itkisinin olduğunu bildirir. Nature Aging jurnalında dərc olunan araşdırmada yaşlanmanın qismən geri çevrilməsi imkanlarından bəhs edilir. Futurist Ray Kurzweil isə Longevity Escape Velocity adlanan nəzəriyyəni müdafiə edir. Bu yanaşmaya görə tibbin inkişaf sürəti insanın yaşlanma tempini üstələyə bilər. Mütəxəssislər bildirirlər ki, süni intellekt, gen terapiyası və hüceyrə yenilənməsi sahəsində böyük irəliləyişlər olsa da, hazırda insanların 250 il yaşayacağını təsdiqləyən elmi sübut yoxdur. Statistik araşdırmalar isə insan ömrünün nəzəri olaraq 130 ildən yuxarı ola biləcəyini göstərir. Təsəvvür eləyin ki, 3 gün komada olmusunuz, oyanandan sonra görürsünüz ki, yaşadığınız həyat bu deyil. Fransada tam bu cür bir həyat yaşanıb və bu hadisə insanları həqiqətən də şoka salıb. Gənc bir qız yuxudan oyanıb və deyib ki, mənim yoldaşım, 3 uşağım hardadır? Deyiblər ki, nə yoldaş, nə 3 uşaq, sən hələ gənc bir xanımsan, cəmi 3 gündə komada olmusan. Bu xanım isə o 3 günlük komada illərini yaşayıb, ailə qurub, dünyaya 3 uşaq gətirib. Beynimizin sərhədləri həqiqətən də bizə məlum deyil. Və əslində bizim komada olanda, yuxuya gedəndə harda olduğumuzu alimlər hələ də bilmir və müəyyən edə bilmir. Üstəlik, zehnimizin sərhədlərindən heç xəbərimiz yoxdur. İstənilən halda tibb tarixində çox maraqlı və unikal hadisələrdəndir. Birlikdə baxaq. Fransada 19 yaşlı Clélia Verdiye'nin komadan ayıldıqdan sonra dedikləri böyük maraq doğurub. Gənc qız 3 həftəlik komadan sonra özünü başqa həyat yaşamış kimi hiss etdiyini deyib. Onun sözlərinə görə yuxuda ailə qurub 3 uşaq dünyaya gətirib və hətta onlardan birini itirib. Clélia bildirib ki, həmin həyatı bütün detalları ilə xatırlayır. O uşaqlarını qucağına aldığı anları, ailəsi ilə keçirdiyi günləri və yaşadığı emosiyaları real kimi hiss etdiyini deyib. Ayıldıqdan sonra isə ilk olaraq uşaqlarının harada olduğunu soruşub. Valideynləri ona bunların sadəcə yuxu olduğunu izah etdikdə böyük sarsıntı yaşayıb. Mütəxəssislər qeyd edir ki, bu cür hallar tibbdə nadir deyil. Xüsusilə medikamentoz koma zamanı beyin tam sönmür. Əksinə, müxtəlif keçid mərhələlərindən adlayır. Həkimlərin sözlərinə görə insan beyni eşidilən səsləri, toxunuşları və ətraf mühitdən gələn siqnalları birləşdirərək son dərəcə real yuxular və halüsinasiyalar yaradır. Nevroloqlar bildirir ki, komadan çıxan bəzi pasiyentlər uzun və mürəkkəb başqa həyat xatirələri danışır. Bu isə beynin şuurun pozulmuş vəziyyətində yaratdığı emosional və simvolik görüntülərlə əlaqələndirilir.
Deyilənə görə ailədə ilk öncə oğul doğulursa, ananı qorumaq üçün dünyaya gəlir. Əgər qız doğulubsa, ananı atadan qorumaq üçün yox, atan anadan qorunmaq üçün dünyaya gəlir. Və bu bir çox ölkələrdə, bir çox xalqlar tərəfindən inanılan bir mətləbdir. Buna isə psixoloq münasibət göstərib və onun dedikləri həqiqətən də çox maraqlıdır. Ümumiyyətlə, övlad valideyni qorumalıdırmı? Biz elə ailə, elə cəmiyyət qurmalıyıq ki, uşaqların böyükləri qorumaq kimi bir istəyi, arzusu, məcburiyyəti qalmasın. Ümumiyyətlə, övlad valideynə görə narahat olmamalıdır. Övlad valideynin narahatlığını bilməməlidir, uşaqlığını yaşamalıdır. Mən də bu cür düşünürəm. Siz də fikirlərinizi sosial şəbəkələrdən bizə yazın. İlk oğul ananı, qız isə atanı qorumaq üçün doğulur. Psixoloqlar və uşaq inkişafı üzrə mütəxəssislər cəmiyyətdə geniş yayılmış ilk oğul ananı qorumaq üçün, ilk qız isə atanı qorumaq üçün doğulur fikirlərinin elmi əsasının olmadığını bildirir. Mütəxəssislərin sözlərinə görə bu düşüncələr daha çox köhnə gender stereotipləri və xalq inancları ilə bağlıdır. Uzun illərdir ailələrdə ilk oğlan uşağının ananın dayağı və ya qoruyucusu, ilk qız övladının isə atanı tarazlaşdıran şəxs olduğu düşünülür. Halbuki psixoloqlar hesab edir ki, uşaqlara bu cür rolların yüklənməsi onların emosional inkişafına mənfi təsir göstərə bilər. Ekspertlər vurğulayır ki, uşaqlar valideynlərin problemlərini həll etmək və onları emosional olaraq qorumaq üçün dünyaya gəlmir. Belə gözləntilər xüsusilə ilk övladların üzərinə artıq məsuliyyət qoyur və ailə daxili münasibətlərdə sağlam olmayan dinamika yaradır. Mütəxəssislər valideynlərə uşaqları stereotiplərlə deyil, fərdi xüsusiyyətləri ilə qəbul etməyi tövsiyə eləyir. Onların fikrincə, hər bir uşaq qayğı və sevgi görməli, ailənin emosional yükünü daşımağa məcbur edilməməlidir. İzləyicilər əsəbləşməsin, psixikaları korlanmasın deyə bəzi kinoteatr sahibləri ekranları ayaq yollarına da yerləşdiriblər ki, həm izləyicilər kinodan geri qalmasın təbii ehtiyaclarını ödəyəndə, həm də psixikaları sağlam qalsın. Maraqlı xəbərdir, birlikdə baxaq. Artıq tualetdə də film izləyəcəklər. İsveçrənin bəzi kinoteatrlarında tamaşaçıların filmi yarımçıq qoymaması üçün maraqlı yenilik tətbiq olunub. Belə ki, tualet otaqlarının döşəməsinə xüsusi ekranlar quraşdırılıb və film real vaxt rejimində burada da yayımlanır. Bunun sayəsində izləyicilər qısa müddətlik zaldan çıxsalar belə süjet xəttini qaçırmır. Bu ideya ilk dəfə İsveçrədə fəaliyyət göstərən premium kinoteatr şəbəkələri, xüsusilə də Betty Switch tərəfindən həyata keçirilib. Yenilik əsasən yüksək komfortlu zallarda tətbiq olunur. Sözü gedən kinoteatrlar artıq qeyri-adi rahatlıq konsepsiyası ilə tanınır. Burada ənənəvi oturacaqların əvəzinə 2 nəfərlik çarpayılar və yumşaq divanlar yerləşdirilib. Kinoteatr rəhbərliyi bildirib ki, məqsəd izləyicilərin filmin heç bir anını qaçırmamasını təmin etməkdir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, uşaqlarınızı da, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.